Vaxtınız xeyir olsun əziz izləyicilər. Biologiya ümumi sınaq 13-cü sinif dərsini izah edirəm. Vaxt itirmədən keçək suala. Birinci sual. X, Y və Z-i müəyyən edin. Suala deyilir ki, burada vəzin adı verilir, epifiz vəzi. Aid olduğu qrupu daxili qrupdur. Hazırladığı hormon melatonin hormonudur. Sonra androgen, hazırladığı hormon androgendir. Daxil aid olduğu vəzi qrupu qarışıqdır. Təbii ki, bu da olacaq ki, kişiyə aid olan xas olduğu üçün toxumluq. Mədaltı vəzidir. Glikoqon hazırlayır. Qarışıq sekresiya vəzidir. Yəni ki, D variantı. Növbəti sual. İkinci sual. İnsanda sakit halda 28 tənəffüs hərəkəti edərsə, bu müddət ərzində onun ürəyinin ümumi boşalmasına neçə saniyə vaxt sərf olunar? Biz bilirik ki, insan bir dəqiqə ərzində sakit vəziyyətində 16 dəfə tənəffüs hərəkət edirsə, bu 60 saniyə ərzində mümkün olur. Yəni 16 tənəffüs hərəkəti əgər 60 saniyə müddətində baş verirsə, onda 28 tənəffüs hərəkəti neçə saniyə baş verər? Bərabərdir. Hesabladıqda bu da edir 105. Deməli 105 saniyə ərzində bu proses baş verir. Sonra deyir ki, onun ürəyi boşalmasına neçə vaxt sərf olunur? Ümumi boşalmaya nə vaxt sərf olunub? Bilirik ki, 0,8 saniyə ərzində ümumi boşalma sikli olacaq 0,4. Onda 105 saniyə ərzində neçə olar? Olsa əgər x də hesabladıqda bunlar ixtisar gedir 2. Bu da edəcək 52,5. 52,5. Yəni ki, D variantı. Növbəti sual. Üçüncü sualdır. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Baxaq. Eyler-Venn diaqramına toxumluqlar və yumurtalıqlar verilibdir. Bədən boşluğunda yerləşir. Yumurtalıqlara aiddir. Çana boşluğunda yerləşdiyinə görə 1. Sonra testosteron və androgen hormonları hazırlayır. Kişi cinsiyyətinə aiddir. 2. Sonra estrogen və progesteron hormonları hazırlayır. Yumurtalıqlara aiddir. 3. İkinci cinsi əlamətlər yaranmasında iştirak edir. Bu hər ikisinə aid olar. Bura 4. Axacaqlara sidik kanalına açılır. İki cinsiyyət sistemində belədir. 1-ə aiddir, yəni 5. Xarici sekresiya vəzisi kimi hüceyrə ifraz edir deyir. Bu da hər ikisinə aiddir. Yəni olacaq 6. Bizim doğru cavabımız olacaq D variantı. Növbəti sual 4-cü sualdır. Nöqtələrin yerinə uyğun gələn sözlərin ardıcıllığını müəyyən edin. Baxaq görək nöqtələrin yerinə hansı sözü uyğun ardıcıllıq etmək olar. Orta qulaqda biləvasitə arxasında görək nə yerləşir arxasında? Təbil pərdəsi, yəni 5, burada olacaq 5. Sonra bir-biri ilə bağlı kiçik sümüklər yerləşir. Bir-birinə bağlı yerləşir sümüklər eşitmə sümüyüdür ki, burada yerləşir. 2 eşitmə sümüyü yerləşir. 2 sümüyü yerləşir. Sonra orta qulaqda eşitmə borusu vasitəsilə burun utlağa əlaqələnir. 1. 5, 2, 1 A variantındadır. Növbəti sual. 5-ci sual. DNT molekulunun bir hissəsində nukleotidlərin ümumi sayı 3200-ə bərabərdir. Əgər bu nukleotidlərdən 600-ə deməlidirsə, onda bu hissədəki 3 qat hidrogen rabitələrinin sayının 2 qat hidrogen rabitələrinin sayına olan nisbətini hesablayın. DNT molekulunun ümumi nukleotidlərin sayını bizə verib 3200. Bu hissədə 600 dənə timindirsə, komplementarlıq prinsipinə əsasən bilirik ki, timin sayı bərabərdir nəyə? ADN-in sayına. Əgər 600 dənə timindirsə,
Avtomatik 600 dənə nədir? Adenindir. Dəm oldu nə qədər? 1200. 1200. Onda 3200-dən 1200 çıxdıqda nə qalır? 2000 qalır. 2000-də ümumi nükleotidlərdir də. Daha doğrusu guanin estozinin payına düşən nükleotidlərin sayıdır. Yəni guaninlə estozinin sayı bərabərdir və ya daha doğrusu estozin sayı bərabərdir. Ümumi nükleotidlərin sayı bərabər olacaq. Burada yəni bu hissədə daha doğrusu bərabər olacaq nəyə? 2000-ə. Guanin estozin sayı 2000-ə bərabərdir. Bizdən deyir ki, 3 qat hidrojen rabitələrin sayı. Bilirik ki, guaninlə Tozinlə guanin arasında 3 qat rabitə olur. Timinlə də adenin arasında 2 qat hidrojen rabitəsi olur. Əgər 2000 dənədirsə, bunların birinin sayı qədər 2 qat hidrojen rabitənin sayı olacaq. Yəni 1000 dənə olacaq nə? 3 qat hidrojen rabitənin sayı. 1000 dənə 3 qat hidrojen rabitədirsə, onda 600 dənə də timin sayına bərabərdirsə, 600 dənə adenin isə 1200 dənə. Bunların birini sayı, yəni 600 dənə də 2 qat hidrojen rabitəsi olacaq. 600 də 2 qat hidrojen rabitəsi olacaq. 1000-in 600-ə nisbəti bunlardan da biraz sadələşdirib ixtisar apardıqda olacaq 5-in 3-ə nisbəti. Yəni bizim doğru cavabımız olacaq E variantı. Növbəti sual 6 nömrəli sualdır. Şəkilə ağlı qişa, göz bəbəyi və şüşəyə bənzər cisim hansı rəqəmlər göstərilmişdir? Ağlı qişa burada 5 rəqəmlə göstərilmişdir bu hissədə. 5. Şüşəyə bənzər cisim göz bəbəyi, daha doğrusu ondan sonra gəlir. Göz bəbəyi burada 3 rəqəmi ilə bu hissədir ki, bu da 3 rəqəmlə göstərilibdir. Bununla göstəribdir. Ondan da sonra gəlir şüşəyə bənzər cisim. Şüşəyə bənzər cisimdəki bu hissəyə uyğun gəlir. Haqqında çıxıb şəkil tam bilinmir, amma bu hissəyə uyğun gəlir. Yəni bura. Bu da 4 rəqəmlə göstərilmişdir. Yəni cavab A variantı. Növbəti suala keçid alaq. 7 nömrəli sual. Maylamada iştirak edən bilavasitə iştirak edən qametlərin sayı. Bir yumurta əkizləri veribdir. Göbəkçələrin sayı 3 dənə veribdir. Zigotların sayı. Bir yumurta əkizdə zigot avtomatik 1 dənədir. Maylamada iştirak edən qametlərin sayı isə 1 zigotsa 2 qamet eləyib. Artıq. Sonra müxtəlif yumurta əkizləri 4 dənədirsə, onda göbəkçələrin sayı, daha doğrusu müxtəlif yumurta əkizləri isə və maylamada 4 iştirak edibsə, avtomatik bilirik ki, göbəkçələrin sayı 2 dənə olar. Çünki qamət sayı 2 dənədir, 4 dənədirsə, 4 dənəsindən 2 zigot yaranır. Hər birindən də ki, göbəkçələrin sayı olur 2 dənə. Yəni, hər birində 1 dənə, daha doğrusu, ümumisi 2 dənə. Y bərabərdir 2-yə. Bizdən də x, y, z-in cəmini istəyir. 4, 5 dənə. Cavab B variantı. Növbəti sual 8 nömrəli sualdır. Biraz bu hissəni təmizləyək. Ehtiyac olarsa, əgər videonu geri fırlayıb verib izləyə bilərsiniz. 8-ci sual. Bərabər sayıda götürülmüş çay xərçəngi, xaslı örümçək və may böcəyində cəmi 264 20 ayağı olarsa, onda bu buğum ayaqları cəmi neçə bığızıq saymaq olar? Bərabər sayı deyirsə, onda x sayında biridir, digəri də x sayında, digəri də x sayında götürülmüşdür. Cəmi deyir ki, 20 ayaqların sayı 364-dür. Çay xərçəngində 8 20 ayağı var, 8x. Sonra xaslı örümçəkdə 8x. May böcəyində isə 6 dənədir də, 6x. Cəm neçəyə bərabərdir? 264-ə bərabərdir. 260. Hesablasaq görərik 8x, 8x, 16, bu da 6, 22. 22x bərabərdir
164'ə. Onda x bərabər neçəyə? 12. Deməli 12 fərq götürülmüş hər birindən. Çay xərcəkdə 4 bığcıq olur. İkisi uzun, ikisi qısa. 4 vurulsun 12. Üzərinə gəl. Xaslı örümçəkdə olmur. May böcəyində 2 dənə olur. 2 vurulsun 12. Dəvam hesablayanı eləyir. Növbəti sual. Şəkildəki heyvanda rast gəlinmir. Dönək var, döş qəfəsi var, kolokka var, dişlər var, qırışıqlı beyinci yoxdur. 11. Daha doğrusu 10. Tüm məmələrə aid olan əlamətləri müəyyən edin. Bir və doğrular, xeyr, yumurta qoyanlar var, tük örtüləri var, olmayan da var. Sonra mayalama daxilidir. Bəli, bütün məməlilərdə mayalama daxilidir. C variantı. Növbəti sual, 11-ci sual. Həm talasemiya, həm də hemofiliya xəstəliyinə aid olanı müəyyən edin. İrsi xəstəlikdir, doğru. Sonra geni cinsiyyət xromosomunda yerləşir. Geni cinsiyyət xromosomunda yerləşir. Yanlış, xeyr. Eritrositlərin funksiyası pozulur. Yanlışdır. Qan keçirmə zamanı bir insanın digərinə keçə bilməz. Bəli, bu ola bilməz. Doğru. Əslən kişilər xəstələnir. Xeyr, əslən kişilər xəstələnmir. Qaraciyər dalaq şişir. Bu da doğru deyil. Deməli, doğru cavab 1 və 4, yəni A variantı. Növbəti sual 12-ci sualdır. Hansı ifadə doğrudur? Antroponoz görə nə doğrudur? İnsanın yalnız tutula biləcəyi xəstəlikdir. Yalnız insanın tutula biləcəyi xəstəlik var. Görə yansıdır. E variantı. Növbəti sual. Şəkildə neçə tip və neçə sinifə aid canlılar göstərilmişdir? Baxaq bura. Görə neçə tip var burada. Neçə tip. Hamısı demək olar ki, hamısı xordalar tipidir. Bir tip var. Bir tip. Bəs neçə sinif? Sürünənlər sinifi, üstə qurda yaşayanlar sinifi, quşlar sinifi, məməlilər sinifi. 4 dənə. 4 sinif. Yəni D variantı. 14-cü sual. Hansı ifadə doğru deyil? Hansı ifadə doğru deyil? Zigotdan, ana arı zigotdan bəli ola bilər. Zigot iki arı bu da ola bilər. Erkək arı spermatozoid. Bəli, mayalanmaq üçün bəli doğrudur. Zigot erkək arı xeyr, erkək arı zigotdan yaranmır. Haploid xromozom nəslində olduğu üçün yaranmır. Cavab D variantı. 15-ci sual. Uzaq hibridləşmə zamanı 12 xromosomlu spermi 7 xromosomlu yumurta hüceyrəni mayalandırmışdır. Karpetsaka metodunun tətbiqindən sonra alınan hibridin bir yarpaq, bir spermi və bir endosperm hüceyrəsinin xromosomlarının minimum sayının cəmi neçə olar? Karpetsaka metodudur ki, fərdlərin xromosom dəstəsini hər bir artırır. Deməli 12 24 bölü üstə gəl 7 14 24 14 38 Deməli 38 xromosomlar. Karpetsaka metodu tətbiqindən sonra alınan hibridin bir yarpaq hüceyrəsində 38 bir sperm hüceyrəsində yarısı 19 bir endosperm hüceyrəsində 38-i də 2-yə böləndə 19 3-ə vurduqda 19 vur 3 9 27 1 3 5 Səbalıqda bu deyir 114. Yəni A variantı. Növbəti sual. Bitki böylədir Yasəmən. Bilir ki, Yasəmən zoğ üzərində qarşı-qarşı düzülən yarpağı zoğ üzərində qarşı-qarşı düzülən bitkilərdir. Əgər buğum sayı 10, buğuma sayı 9-da, 9 edəcək, buğum varsa yarpaq sayı tanıdıq bildik ki, nədir? 5 dənədir. A bərabərdir. 5-ə daha doğrusu bir dəqiqə üzr istəyirəm. Pardon. Deməli, buğum sayı əgər 10 dənədirsə
Toxum sayı 10 dənədirsə, yarpaq sayı alma ağacında yarpaq sayı 10 dənə olar. Çünki qarşı düzülməyib bunda. Növbəli düzülüb 10 dənə. Yasəmən budağında yarpaq sayı 10 dənədirsə, buğum sayı bunun yarısıdır. Yəni ki 17 dənə. Onda buğuma sayı olacaq 16 dənə. 16, 17, 10 cəmi edir 43. Yəni D variantı. Növbəti sual. Əgər populyasiyada bir ailənin astronomi tezliyi verilibsə, onda Heidi-Warenberg qanununa görə digər ailənin astronomi tezliyini hansı türləcə almaq olar? P plus Q bərabərdir 1. Artıq görürəm bunu. Budur. Və bunların kvadratı hesabladıqda P kvadrat plus Q plus Q kvadrat bərabərdir 1. Bu da 3. 3-dədir. Yəni 1 və 3 D variantındadır. Daha doğrusu 2, 3. Üzülü sayın 1 değil, 2, 3. 2 və 3 D variantı. Növbəti sual. Silur dövründə baş verməmişdir. Buğmayaqlar quruya çıxır, doğru. Mollyusklar quruya çıxır, doğru. İlk sənətçən ağızlı onurğalar meydana çıxır, bu da doğrudur. Planlara ot və ağac formaları yaranır, doğru. Bitkilərdə toxumlar yaranır, artıq bu dövrdə yaranmıyıb da bu. Yanlış, birdən yanlış istəyir, E variantı. 19. Doğru ifadələrin müəyyən edin. Bakteriya üçün görə doğrudur. 1. X nüvə ola bilər. X nüvə ola bilər. Bakteriyada burada həm də X minus qoyub. Deməli, bakteriya aid deyil. Deməli, ola bilər, bəli. 1 doğru. 1 doğru ola bilər. Sonra, bakteriya aiddir Y. Ribosom ola bilər. Bəli, ribosom canlılarda olduğu kimi 2 də doğru. Z bakteriya aid deyil. Ribosom ola bilər deyir. Yanlışdır. 4. K xlorofil ola bilər deyir. Xlorofil deyir, ola bilər. Xlorofil ola bilər. Bəli, ola bilər. Bəzi yaşıl bakteriyalar bilir. Doğrudur bu. Sonra K xloroplast ola bilər. Xloroplast olmur bunlarda. Y mitoxondri ola bilər. Prokaryot olduğu üçün mitoxondri ola bilməz. Yəni bizim doğru cavabımız olacaq 1, 2 və 4. Eydelven diaqramına əsasən uyğunluğu müəyyən edin. Protal və proteinoma üçün ümumi cəhətlər və fərqli cəhətlər. Görək hansıdır? Mamırın ilkin düzəltisidir. Mamırın ilk düzəltisi təbii ki protonemadır. Qıcın ilk düzəltisi protaldır. Sonra haploiddir. Hər ikisi haploiddir. Sonra qametlər əmələ gətirir. Protal üzərinə əmələ gəlir qametlər. 4. Sonra fotosintez həyata keçirir. Hər ikisi fotosintez edir. 5 bura aiddir. Safəşil yaşıl yosuna bənzəyir. Təbii ki protonomiyaya aiddir. 6. Bizim doğru cavabımız olacaq D variantı. Növbəti sual 20 sualdır. Böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, böyük C, böyük D, kiçik D. Genotipinə malik iki fərdin çarpazlaşması zamanı alınan nəsildə neçə fenotip və genotip müxtəlifliyi olar? Genlər ilişikli deyil, dominantlıq tamdır. Burada artıq görürəm ki mən neçə genotip müxtəlifliyi yaranar, tapaq onu. Burada 2 genotip müxtəlifliyi, burada 2, burada 1, burada 2. 2 vurulsun, 2 vurulsun, 1 vurulsun, 2, 58. Genotip 8. Fenotip deyirsə, burada 1 əlamət, 2 əlamət, 3 əlamət veribdir. 3'ün üstündə də 3 olsa, bu deyil 27, 3'ün qubeli 27. Yəni ki 8'in 27-yə nisbəti, yəni cavab olacaq A variantı. Növbəti sual. İnsan və oranqutan üçün ümumi əlamətləri müəyyən edin.
İnsan və oranqutan üçün ümumi olan əlamətlər. Əmək kağıtları yaratmaq, xeyr, oranqutan yarada bilmir. 24 qabırğaya malik olmaq, doğru. Primitlər dəstəsinə aiddir, doğru. Üst şəbəsinin beyin şəbəsinə il olması, üst şəbəsinin beyin şəbəsinə il olması bu insana aid deyil. Ayaq tağının olması meymuna aid deyil, orangutana aid deyil. Qarşıüstü qövsünün olması, qövsünün olması bu da meymuna aid deyil, insana aid deyil. Yəni burada doğru cavab olacaq 2 və 3. Növbəti sual 23 nömrəli sualdır. Verilmiş xəstəliklərə malik insanların genotiplərindəki cinsiyyət xromosomların sayının artmasını müəyyən edin. Şerjevski-Dernetin sindromu, Klinefelter sindromu, Patau sindromu. 1 olar birinci, sonra 3, ondan sonra 2. Yəni 1, 3, 2 ardıcılığı. Miller'in quraşdırdığı qurğunun elektrodlar yerləşdirilmiş hissəsində hansı qazlar var idi? Metan qazı var idi. Sonra amonyak qazı var idi və hidrogen qazı var idi. 1 metan 1-dədir, amonyak 5-dədir, hidrogen 6-dadır. Yəni 1-5-6. Yarpaq mənşəli bığcıqlara malik olan bitkiləri müəyyən edin. Yarpaq mənşəli bığcıqlar deyirsə, yemişanda gövdə mənşəlidir, üzündə gövdə mənşəli, buranda gövdə mənşəli, noxudda yarpaq mənşəlidir, lərgidə yarpaq mənşəlidir. Yəni 2 və daha doğrusu 3 və 6. 26-cı sual. Toxumla çoxaldılmış 2 ləpəli bitkinin kök sistemindəki cəmi 40 kök var. Əgər əlavə köklərin sayı yan köklərin sayından 2 dəfə azdır, bu sistemdə neçə əlavə kök var? Toxumla çoxalmışsa bunun əsas kökü var. Əsas kökü olduğuna görə və yan köklərin sayı əlavə köklər yan köklərin sayından 2 dəfə çoxdursa, onda biri x olsa, digəri 2x olar. Və bir dənə də əsas kök var, cəm olmalıdır 40. Onda 3x plus 1 bərabərdir 40-a. 3x bərabərdir 39-a. X də bərabərdir neçəyə? 13-ə. Bizdən də nə istəyir? Bizdən də istəyir ki, bu sistemdə neçə əlavə kök olar? Elə əlavə köklərin sayı olduğuna görə cavab olacaq 13. Bizim doğru cavabımız olacaq 13. Növbəti sual 27 nömrəli sualdır. Uyğunluq izogamiya. İzogamiya hər ikisi qamet qamçılı olanlardır ki, bu da görə hardadır? Ulotrix, yəni 1-ə uyğun gəlir D. Bir yazaq. Sonra 2-yə uyğun gəlir anizogamiya. Heç biri qamçılı olmayan, hərəkətsiz olanlar olacaq. Adi şam və palıd variantı görürəm burada. Ogamiya deyirsə, ogamiya artıq erkəyi olacaq hərəkətli, dişli hərəkətsiz. Misal üçün eviti var burada, görürəm artıq D variantında. Və burada yaşıl quşmamırı da var. B də bura aiddir. Çünki yaşıl quşmamırında erkəyi hərəkətsiz. Cavab 1-ə aid olacaq C, 2-yə aid A, Y, 3-ə aid olacaq B və D. Növbəti sual artıq situasiya tipli suallardır. Baxaq. Diploid xromosom dəstəsinə malik olan kartof bitkisinin bir yumurtacığına gedən cinsi toxunma prosesinin sxemi verilibdir. Qatma əlamə təbii ki. Sxemdə 1 və 3 rəqəmləri ilə göstərilən hissələri müəyyən edin. 1 rəqəmi ilə göstərilən hissə qabıqdır, toxum qabığı. Toxum qabığı. Toxum qabığı. 2 rəqəmi ilə göstərilən hissə ləpədir. 2 ləpə olacaq. Və 3 rəqəmi ilə göstərilən hissə isə köklükdür. Növbəti sual.
Sistemdə 4 rəqəmlə işarə göstərilən hansı hüceyrələrin birləşməsidir və bu hüceyrələrin hər bir xromosom dəstəsi neçədir? Baxaq ki, 4 rəqəmlə birləşən sperm ilə mərkəzi hüceyrə birləşib. Sperm ilə mərkəzi hüceyrə birləşib. Spermi üzərinə gəl mərkəzi hüceyrə. Endosperm yana gəlir. Sonra deyir ki, A, B bəndində hər birinin xromosom dəsti mərkəzi hüceyrələrin xromosom dəsti olacaq 2-nin, endospermin xromosom dəsti olacaq 3-nin, spermin xromosom dəsti olacaq 1-nin, spermin xromosom dəsti olacaq 2-nin, daha doğrusu N. Növbəti sual. Əgər bu bitkidə 2-nin 48 olduğu nəzərə alınarsa, onda 2 qat mayalanmadan bir həftə sonra 5 rəqəmi ilə göstərilən strukturdakı hüceyrədə xromosomların ümumi sayı neçə olar? Baxaq 5 rəqəmi ilə göstərilən hissə Rüşey mikəsi veribdir. Rüşey mikəsində 8 dənə hüceyrə görürəm orada. Və bizə deyir ki, 2n'imiz 48 isə onda n neçə olar? N bərabər olar 24-ə. Və 5 dənə varsa, daha doğrusu 8 dənə varsa, 8 vurdum 24'ə, 8 4'ün 32, 8 2 16, o da 100, 8 4 32, 3 yadda, 8 16, o da 100, 10, 9, 192 və mayalanmadan sonra dediyinə görə hər birində bir dənə burada 2 dənə sperm olacaq. Hər birində xromosom dəstə olacaq 24, 24, cəmi 48. Topladıqda eləyəcək 48, 192, üstərinə gəl 48, bu deyəcək 140.